Bir şirketin gözətçisi olan xanım sabah-sabah şirkətə gələn gənc bir xanıma salam verir, gülər üzlə onu qarşılayır. Xanım bu şirkətin sahibi olmasına baxmayaraq qadına baxır və onun salamını alır. Birdən onu müəllimi olduğunu görür və əyilib ayağına etiqad göstərir. Bunu görən gözətçi xanım qızdan soruşur ki, sən niyə belə edirsən? Deyir, sən məni tanımadın, sən mənim müəllimimsən. Deyir, yox, mən səni tanımadım. Deyir, mən sənin ən sevimli şagirdin olan Elenəm. Sən o vaxtı mənim məktəb pulunu ödəmək üçün imkanım yoxdur. Sən mənə pulsuz dərs keçmişdin. Qadın deyir, hə, indi səni xatırladım. Səni görmək mənə xoşdur. Qız soruşur ki, müəllim, sən nədən bu vəziyyətə gəlib çıxmısan? Deyir, qızım, mənim həyat yoldaşım xərçəng xəstəliyinə tutuldu. Onu müalicə elətdirmək üçün mən çox çabalar göstərdim. Onun həyatda qalmasına nail ola bilmədim, onu itirdim. Ondan sonra mənim bütün varidatım əlimdən çıxdı və indi mənim 2 qızım var. Onları oxutdurmaq, yerbəyer eləmək üçün mənə pul lazımdır. Ona görə məktəbi buraxıb, indi bu şirkətdə gözətçi işləyirəm. Deyir, sən nədən mənə xəbər eləmədin? Deyir, qızım, sənə ulaşmaq üçün mənim heç bir əlaqəm yox idi. Mən sənə necə ulaşa bilərdim? Qız deyir ki, sən artıq bu gündən gözətçi olaraq çalışmayacaqsan. Bu zaman qadın təlaşlanır, deyir ki, sən bu işdən məni azad etməklə, mənim bu işə çox ehtiyacım var. Evdə 2 qızım var. Onları yaşatmaq üçün mənim bu işə çox ehtiyacım var. Deyir, yox, sən artıq gözətçi vəzifəsində çalışmayacaqsan. Bu gördüyün şirkətin sahibi mənəm. Sən artıq bu şirkətdə müdir olaraq çalışacaqsan. Çünki mən bu mövqeyə sənin etdiyin yaxşılıq sayəsində nail olmuşam. Bunu eşidən qadın çox sevinir. Deyir, sən doğrudanmı məni bu şirkətdə müdir olaraq görmək istəyirsən? Deyir, əlbəttə, sən bu işə layiq birisən. Sənin necə təşkilatçı olduğunu və nə ürəyə sahib olduğunu mən gözəl bilirəm. Bunu duyan aşşantı deyir ki, sən necə olur bu gözətçini gətirib müdir qoyacaqsan, ona başqa bir vəzifə verginən. Bu vaxta kimi o bizə salam verirdi, indi biz ona salam verməli olacaq. Bunu eşidən qız assistantına deyir ki, sən öz işlərinə qarış, kimə hansı vəzifəni vermək mənim səlahiyyətimdir. O mənim müəllimimdir, ən sevimli müəllimimdir. Mən onun sayəsində bu mövqeyə çatmışam və beləliklə onlar üçü birlikdə şirkətə daxil olurlar. Bax, belə bir insanlar da var. Müəllim həmişə öz şagirdi ilə qürur duyur və onun mövqeylər yüksək həyat mövqeyinə sahib olduğunu görəndə müəllim də çox fərəhlənir. Çox sağ olsun ki, onun şagirdi də müəlliminin zəhmətini itirmir və ona belə bir köməklik göstərib əl uzadır. Diqqətinizə görə çox sağ olun. Hamınıza minnətdarım.